Salam mənim əziz izləyicilərim. Bu günləri mən bir maraqlı qapalı burger hazırladım. Qeyd edim ki, video böyük olduğuna görə iki hissəyə böləcəm. Ümid edirəm ki, ardıcılla baxarsınız. Öncə mən əti çəkdim. Bir baş soğan da vurub, yaxşıca onlara qırmızı biber, qara biber, pul biber, duz və 2 çay qaşığı bəhməz, yəni doşab vurub, ətimi yaxşıca yoğurdum. Bir neçə dəfə əlimdə çırpıb, yaxşıca yoğurdum və bir pingvin klokunun altına bir qab qoyum və onu yumru şəkildə əlinizin içində istədiyiniz ölçüdə burger əti formasına gətirib, soy üzərini bağlayıb, soyuducuda qoyun qalsın. O özünü tutmalıdır. O özünü tutana kimi isə mən başladım xəmirini eləməyə. Qeyd edim ki, mən balaca ölçülər götürdüm. Yəni burada məndə 300 qram mal ətinin qiyməsidir. Və ona uyğun da xəmirimi hazırlayıram. Xəmirə mən 2 stəkan yarım un götürdüm. Onun üzərinə və qeyd edim ki, su ilə yoğurulur. 1 çay qaşığı duz, 1 xörək qaşığı maya, 2 çay qaşığı şəkər tozu həll elədim və ilıq su ilə xəmiri yoğurmağa başladım. Üzr istəyirəm, hardasa 3 xörək qaşığı da bitki yağı əlavə edib xəmirimi yoğurdum. Xəmiri yaxşı yoğurdum və özünü tutmağa, yəni gəlməyə 1 saat 20 dəqiqə özünü tutmağa qoydum. O özünü tutana kimi isə mən içliyi hazırlamağa başlayıram. İçliyə bizə soslar lazım olacaq, pendir lazım olacaq, amma baxın, pendir alanda pendir burger üçün olsun. Və 2 baş soğan. Soğanlar halqa şəklində doğrayıram və bir qaba əlavə edirəm. Kənarda saxlayıram. Və xardal götürürəm 1 çay qaşığı, hardasa 3 çay qaşığı və yaxud 2 xörək qaşığı ketçup götürürəm və hardasa 2 çay qaşığı mayonez əlavə edib sousunu hazırlayıram. Bu dadı da bundadır. Sos yaxşısına qarışdırıb onu da kənara qoyuram. Əgər görsəz ki, biraz ketçup azdır, yəni mənim kimi azacıq ketçup əlavə edə bilərsiniz. Və onu qoyuram kənara. Tavaya azacıq bitki yağı əlavə edirəm və halqavar doğradığım soğanları rəngi dəyişənə kimi qovururam. Rəngi dəyişəndən sonra 1 çay qaşığı duz vururam və 2 çay qaşığı şəkər tozu vurub karamelizasiya olunmuş soğan hazırlayıram. Soğan da özünü tutandan sonra onu başqa bir qaba boşaldıram və onun yağında digərlərini hazırlayacağım. Ona görə onun yağını təmizləmirəm. Soğanlarım artıq hazır olur və onu bir qaba boşaldıram. Hardasa belə deyək, 2 biber, yəni 2 dilim biberi, istəsəz qırmızı biber də olar, istəsəz yaşıl biber də o üz bu üz közləmə kimi həmin soğanın yağında qızardıram və o qızarana kimi isə dondurucudan hazırladığım əti çıxardıram ki, biraz özünü tutsun və həmin tavada biber götürdükdən sonra donu açılan burgerləri o üz bu üz qızardacağım. Və hardasa 2 dilim xiyar turşusunu ortadan nazik şəkildə doğrayıb kənara qoyuram. Və burgerlərimi başlayıram hazırlamağa. Burgerləri o üz bu üz pişiririk. Yaxşı şəkildə, yəni kotlet kimi çox qızartmayın, o üz bu üz pişiririk. Və onları da qaba yığıb kənarda qoyuruq. Artıq xəmirim gəlmişdir. Xəmirimdən 2 böyükünü də düzəldirəm. Qeyd edim ki, siz balaca da edə bilərsiniz, amma mən sadəcə qiymənin ölçüsünə uyğun xəmirimi elədim. Onları da 2 kündə düzəldirəm. Kündəni düzəldikdən sonra yadınızdadırsa mən içli maraqlı bir ət eləmişdim. Həmin xəmir kimi onu da 2-3 mm qalınlığında nazik şəkildə yayırıq. Onu da evinizdə bir kasa və yaxud da mənim kimi saxlama qabınız varsa onun içinə yerləşdiririk və başlayırıq qapalı burgerimizi yığmağa. Qapalı burgeri yığdıqdan öncə pendiri, yəni dilimli pendiri, burger üçün olan pendiri mən burada görürsünüz 2 dənə qoyuram. Siz də o cür qoyun, daha
dadlı olur, daha möhtəşəm olur. 2 burgeri qoyuruq. Onun üzərindən hazırladığımız burger ətini yerləşdiririk. Onun üzərindən isə hazırladığımız qarışıq sousu ətin üzərinə yaxşı şəkildə yayırıq. Yaydıqdan sonra dilimlədiyimiz xiyar turşusundan mən 2 ədəd qoydum. 2 ədədini yerləşdiririk. Onun üzərindən isə karamelizasiya olunmuş soğanımızı yarı hissəsini əlavə edirik və onun da üzərindən közləmə biberi qoyub bir daha bir Holland pendiri əlavə edirik. Daha sonra qalan bir kotleti də əlavə edirik, yəni burger kotletini. Üzərindən bir Holland pendirini qoyub xəngəl şəklində bükürük. Artıq xəmirini kəsirik və yaxşı qatalayıb alt hissəyə, sobamızı isə 150-160 dərəcəyə gətiririk istiliyə. Listə bir kalka kağızı yağlayırıq və həmin hazırladığımız burgeri belə deyək, bükdüyümüz hissəni alta qoyub yerləşdiririk listə. Listə yerləşdirdikdən sonra isə mən yenə qeyd edirəm, bir dənə burgerin hazırlamağını göstərirəm. Digər burgeri də hazırlayıb listə qoyuram və bir yumurta sarısını yaxşı çalırıq. Tam həll olduqdan sonra hazırladığımız qapalı burgerin üzərini hər tərəfinə çəkirik və üzərini ağ və yaxud da qara küncütlə bəzəyib sobaya pişməyə qoyuruq. Qeyd edim ki, sobanın lap alt gözünə qoymayın, orta gözlə 25-30 dəqiqə rahat pişməyə buraxırsınız. İnanın, dadı möhtəşəmdir, çox soçnudur, yəni şirəlidir. Yeyəndə də ortadan kəsəcəksiniz və inanın, xəmiri də o qədər dadlıdır ki, ağır deyil, yüngüldür. Deyirəm, bəyənərsiniz, kanalıma abunə olmağı, like qoymağı unutmayın və qeyd edim ki, bu video böyük olduğuna görə 2 hissəyə bölürəm. Nuş olsun.